Herkesi salamlayıram, çörəyinizi batıra zövq alacağınız gulaş resepti ilə gəlmişəm. Gəlin indi sizə hazırlanmasını izah eləyim. İlk öncə əti doğrayıb yumuşalana qədər bişirirəm. Tavaya kərə yağını alıb qızdırıram. Qızğın yağa sudan çıxartdığım ətləri əlavə edib qızardıram. Ətlərin qızarmasına baxın, insan indidən yemək istəyir, amma tələsmirik. Qızaran ətə soğanı əlavə edib, üzərinə də ədviyyatları töküb, qapağını bağlayıb, vamxodda soğanlar yumuşalıb yoxalana qədər bişirirəm. Mən ədviyyatlardan qırmızı şirin qırmızı biber, istiyot, duz və sarı kök əlavə edirəm. Ədviyyatları öz zövqünüzə uyğun olaraq tökün. Və budur, soğanların bişəndən sonra üzərinə 2 xörək qaşığı un əlavə edib qarışdırıram. Və eyni qaydada 2 xörək qaşığı da tomat pastası əlavə edib qarışdırıb üzərinə ətin suyunu tökürəm. Üzərini keçəcək qədər suyu da tökdükdən sonra dəfnə yarpağını qoyub bişməyə göndərirəm. Ətin necə pambıq kimi olduğunu videonun sonunda görəcəksiniz. Məncə bu ləzzəti heç kim yox deyə bilməyəcək. Ona görə mütləq hazırlayın. Çünki mən ləzzətini çox bəyəndim. Əziz izləyicilərim, kanalıma abunə olmağı unutmayın. Sizin dəstəyiniz mənim üçün çox önəmlidir. Mən görəndə ki, videom sizlər tərəfindən sevilir, o zaman daha çox videolar çəkməyə çalışıram. Kanalımda hər cür resept var. İstər ucuz, istər bahalı, tez hazırlanan, geç hazırlanan, istədiyiniz kimi yemək tapa bilərsiniz. Mən sizlərin hər birinizə uyğun videolar çəkib hazırlamağa çalışıram. Siz də mənə dəstək olub, kanalıma abunə olub, bu videonu bəyənib, rəy yazsaz çox sevinərəm. Kanalıma abunə olub, videonu bəyənib, rəy yazan hər kəsə təşəkkürlərimi bildirirəm. Əgər özəl olaraq istədiyiniz reseptlər varsa, o zaman onları qeyd eləyin, kanalımda çəkim paylaşım. Və bu yaxınlarda sizlər üçün elə bir video çəkmişəm ki, tezliklə montajlayıb paylaşacağım. Hər kəsin sevərək yediyi, amma hazırlamağa üşəndiyi yeməyi ən asan üsulla hazırlamışam. Çox tezliklə sizlərlə bölüşəcəm. İndi isə qaydaq yeməyə. Dəfnə yarpağını da qoyub qapağı bağlayıb bişirirəm. Siz hələ bunun ləzzətinə baxın, videodan insan özünü saxlaya bilmir. Videonu səsləndirərkən belə canım çəkdi. Mən qulaşı çörəyimi batıra yemişdim, həm də yanında spagetti hazırlamışdım. Bəs siz qulaşı necə yeyirsiniz? Hansı yeməyin yanında hazırlayırsınız? Və budur, ətin yumuşalığına baxın, görün ət necə bölünür, pambıq kimi alınmışdı. Siz də belə hazırlayın və nuş edin. Hazırlayacaq olan hər kəsə nuş olsun, izlədiyiniz üçün təşəkkürlər.